Bir yerdə harda yaxşı varsa, o çox daşlanır şeytan tərəfindən və insanlarda qıcıq yaradır. Ta ki o adam ölənə qədər. Öldü, başlayırlar tərifləməyə. Həmin o pis deyənlər tərifləyir. Tezə yerinə gələn üçün neynir? Başlayır onu pisləməyə. Bunun üçün deyir, yox, bu yaxşı idi. Çünki artıq bundan ona heç nə gəlmir. Adi hələ görürsən ki, Əli əleyhissalamdan hədis var. Deyir, bütün Quranın mənası Fatihədədir. Fatihə ümmül kitab deyil. Fatihə Quranın girişidir, yeganə surədir ki, Peyğəmbərə 2 dəfə nazil olur. Düzdür. Bütün o Fatihəni oxuyursan, əvvəli Allah'a təriflə gəlir. Allah'a tərif eləyir də, yeganə surədir ki, Allah Teala bəndənin öz dilindən danışır. Sonra deyir ki, İyyəkə nəbudu və İyyəkə nəstəin. Sənə ibadət eləyirik, səndən istəyirik. Nə istəyirsən məndən? İstədiyin nədir? Ehdinə sırat-ül müstəqim. Bizi düzgün yola yönət.